Notebook eləmin çox bilinməyən, ancaq ən yaxşı xüsusiyyətlərindən birini göstərəcəm. Notebook eləmə daxil olaq, yeni not dəftəri oluşdur. Böyle bir səhifə qarşılayır. Yəni bilməyənlər üçün deyirəm. Burada PDF dosyası yükləyə bilərik, YouTube linki və yaxud da başqa dosya formatlarına yükləyə bilərik. Mən PDF dosyası yükləyəcəm. Deyək ki, əlimizdə bir məqalə var PDF formatında. Onu bura yükləyirik. Dosyamız bura yükləndi. Sonra gəlirik sağ bölməyə, burada studio bölməsinə. Burada bir çox xüsusiyyət var. Mən burada infografikanı seçəcəm. Bu arada digər xüsusiyyətlərin videosunu profilimdən izləyə bilərsiniz. İnfografiyanı seçirik. Burada istədiyiniz temanı seçə bilərsiniz. Mən otomatik seçimi seçirəm. Özü mövzuya uyğun bir dizayn versin. Dili Azərbaycan dilində seçirəm. Bu arada PDF dosyam Türk dilindədir. Ancaq biz infografikanı Azərbaycan dilində hazırlayırıq. Sonra da hazırlama düyməsinə basırıq. Burada artıq hazırlamağa başladı. Təxmini 1-2 dəqiqə vaxt alır. Hazırlasın, göstərəcəm nəticəni. Artıq infografikamızı hazırlayıb, gəlin baxaq, ümumi mövzu ilə bağlı çox möhtəşəm bir infografika hazırladı. Bütün mövzuları xırdalığına kimi ələ alıb və Azərbaycan dilindədir bütün yazılar. Əla da dizayn verib, yəni bunu özümüz hazırlamağa qalxsaq ən azı 2-3 saatimizi alar. Notebook eləmin bir çox xüsusiyyəti var və mən bunların bir neçəsini çəkib paylaşmışdım. Profilimə daxil olaraq həmin xüsusiyyətləri də izləyə bilərsiniz. Belə məlumatları qaçırmamaq üçün səhifəmə takib etməyi unutmayın. Sağ olun, salamat qalın.